yalançı ləzzətlərdən ləzzət almasan, qəlbin kanalları açılır, ləzzətin mənbəyinə yol tapır. Ondan sonra, indi sual olacaq, ancaq namazdan, səccadədən danışırsan, yox, valla. Hər saniyöndən ləzzətin çox olur. Əleyhissalam inanırsınız, Əleyhissalam Misir əhlinə məktub yazır, deyir ki, təqvalıların dünyadan aldığı ləzzət, əyyaşların dünyadan aldığı ləzzətdən çoxdur. Namazdan danışmır, dünyadan aldığı ləzzət. Mən bir dəfə həyatımda, bir dəfə diqqət eləmişəm, bir mənəviyyatlı adam çörək yiyirdi. Görürdüm ki, yeməkdən elə bir zövq alır ki, mənəvi zövq qarışır maddi zövqə. Mən gördüm ki, yeməyinin dadı tamıdır, yeməyindən belə eşq gəlirdi, ləzzət gəlir. Ariflər bilsən necə paltar giyinir, səhər durur, bəzənir, məşuqu üçün bəzənir, məşuqu üçün. Sən demirsən səliqəli olun başda, o köynəyin hər düyməsini bağlayanda, ətir vuranda, saçını darayanda, o ariflər bilsin nə qədər ləzzət alır. Qarınqulu adamın yeməyinə, arif adamın yeməyinə bax, Allah and olsun, arifin yeməkdən aldığı ləzzət qat-qat ondan çoxdur.